əzizlərim, deyirəm ki, unpacking edib başa çıxmadım. Presijdən xatırlayırsınızsa, bir lak, bir ətir almışdım. İkisi bir yerdə eləyirdi, ətir eləyirdi 23 manat, lak eləyirdi 2 manat 90 qəpik, yəni artısı 26 manat, 25 manat 90 qəpik. Nağd ödədiyim üçün dedi 22 manat verərsən, mən də verdim. 4 manatacım, 3 manat 90 qəpik nağd ödəndə mənə endirim elədilər. Bu Prime Magenta. Armani Prime Magenta nədir? Onun cübudur. Emper firmasınındır. Mən sizə deyim ki, onun məndə yaşıl var idi. Çox bu turkuaz, çox belə sərindir. Hələ mən sərin xoşlamayan adam bunu xoşladım. Sərinlikdə var idi. Belə qeyri-adi də, yəni qeyri-adi, qalıcılığı da pis deyil. O ildə, nə bilim 5 il qaldı, 100 il qaldı, 300 il qaldı. 3 gün qaldı. O yalan söhbətdir. Biz hamımız çimirik də, çiməndə suyun, yəni bu belə qəmiş olur, qalır ki, biz çiməndə getmir. Paltarda qalır, belə də ki, səhərdən axşamcan qalırsa yaxşıdır. Çox qəşəhdir bu. Bu ondan daha şirin olmalıdır. Bunu mən C&C Jones yasamaldan almışdım. 28 idi, mənə endirimdən 25'e vermişlər. Belə. Başqa şəhərdə də hardsansı dükandı. Bir ara həmin vaxtlar 25'e verdilər. Bir damcı qalıb. Bir ara istifadə edirdim, sonra ekonomla istifadə elədim. Hə, neysə, keçək unpacking hissəsinə. Kaç. Və belə bir qutusudur. Birə-bir eynisidir. Orijinalla da eynidir. Amma orijinal bilirsiniz də neçə 100 manatdır. Və işte bu. Düzdür, mən misalimə görə trimonun üzərinə qoyamıram, amma trimon da üzərində çox qəşəng görünür. Yəni ki, çox belə estetikdir. Hətta mən sizə deyim ki, bu belə mərmər kimidir, görürsünüz. Estetik görünür. Yəni ki, Armani Prime'lar necədir, bu da elə. Bu bir qədər şirin olmalıdır, vanili, müşkü olmalıdır. Bilirsiniz necədir? Vanilidə var, müşküdə var. Meyvələr hiss eləyirəm. Yəni, indi notlarını mən bilmirəm, dəqiq baxarsınız fragnatikada. Mən özüm hiss etmək yox, eşitmək, daha doğrusu deyirlər, not dediyin üçün eşidirsən. Və vurmursan ətri, elə deyirlər, mütəxəssislər üzərində gəzdirirsən. Qəşəngdir. Yəni, şirin sevməyənlər də bunu sevəcək. Bunun bir çəhrayısı da vardı. Bu da çəhrayı sayılır. Bu fuqsa çəhrayısıdır. Açıq çəhrayısı. O da qəşəng idi. O bu ilə bunun arasındaydı. Bu sərindir, bu biraz şirindir. O ikisinin arasında. Buna daha çox bənzəyirdi. Amma bunun elə bir qədər sərini. Bu da qeyri-adi. Dorğa ibağata. Ruslar demişkən. Dorğa ibağata. Hə. Yəni 100 millidir. 190, 100 milli olmalıdır. 100 millidir ikisi də. Məndən bu qədər. Siz də mənim kimi ətir sevirsiniz və hansı ətirləri mənə tövsiyə edərdiniz? Yazın rəylərdə zəhmət olmasa. Bəyəndinizsə dostlarınıza, yoldaşlarınıza, yəni ki, xanımlara göndərsin, bəylər də xanımlara göndərə bilər. Bəylər də öz bəy yoldaşlarına göndərə bilər ki, ucuz, amma gözəl hədiyyə. Yəni, cibinizdə, misal üçün, insandır da, neçə yüz pulu yoxdur, amma xanıma, sevdiyi xanımla, ailəsinə hədiyyə eləmək istəyir. Amma bunu ala bilər, düzdürmü? Həm büdcə uyğundur, həm də orijinalla birə-birdir. Orijinal olma, orijinaldır, Emper firmasına, amma cüb kimi eləyiblər. Yəni, Armani'nin orijinalı deyil. Ərəbdir. Bəylər də bəylərə göndərə bilər ki, bax, mən aldım xanımıma, evdəkilərə, sən də get aldın. İnsandır da, o demək deyil ki, əsas neçə 100 manatlıq da deyil. Hə, bir var dövlətlisən, qıymırsan, 20 manatlıq alırsan. Bir də var ki, imkanın yoxdur, amma
jest eləməyi sevən bir kişisən, gedirsən imkan daxilindəsə. Bax, o jest eləməyi sevən kişilər var ha, imkan olmayan. Onlar üçün çox gözəl vasitədir. Xanımlar da xanımlara göndərsin. Mən bəyəndim. Belə. Hə, Prestige parfümdə, yəni reklam delis pulumu almışam. 28-dədir. Nağda alanda endirimlər olur. Kartdan olanda amma yox. Sizləri sevirəm. Həyatınızı hər zaman ətir.